Hər vaxtınız xeyir olsun. Bugün adi və onluq kəsirlər mövzusunun izahına baxacağıq. M və N natural ədədlər olduqda M bölünsün N şəklindəki ifadəyə adi kəsir deyilir. Burada M kəsrin surəti, N isə kəsrin məxrəcidir. Məsələn, 16-da 5, 7-də 2 və s. Adi kəsirlər 2 hissəyə bölünür, düzgün kəsirlər və düzgün olmayan kəsirlər. Birinci düzgün kəsirlərdən danışaq. Məxrəci surətindən böyük olan kəsirlərə düzgün kəsirlər deyilir və ya surətin məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. İkisi də eyni anlayışdır. Məsələn, 3-də 2, 5-də 1 və ya 6-da 3, 7-də 2 hər birinin surəti məxrəcindən kiçik olduğu üçün belə kəsirlər olur. Düzgün kəsirlər. Düzgün olmayan kəsirlər isə surəti məxrəcindən böyük və ya bərabər olan kəsirlərdir. Böyük və ya bərabər nə deməkdir? Məsələn, bizə verilir 6-da 2 kəsiri, bu düzgün kəsirdir. Bizə verilir 6-da 6 kəsiri, bir də verilir tutaq ki 6-da 8 kəsiri. Burada surət məxrəcdən kiçikdir. Burada surət məxrəcə bərabərdir. Burada surət məxrəcdən böyükdür. Belə olan halda düzgün kəsirdir. Qalan bütün hallarda düzgün olmayan kəsirdir. Yəni, surət və məxrəc bərabər olsa da düzgün olmayandır. Surət məxrəcdən böyük olsa da düzgün olmayandır. Tək bu halda isə düzgün kəsirdir. Məsələn, 4-də 5, 3-də 7, 20-də 20 və s. bunların hər biri düzgün olmayan kəsirlərdir. Sonra isə gəlin danışaq məxrəci A olan və ixtisar olunmayan düzgün kəsirlərdən. Tutaq ki, hər hansı bir kəsir verilir və məxrəci A-dır. İxtisar olunmayan düzgün kəsirlərin sayını tapmaq üçün aşağıdakı Euler düsturundan istifadə olunur. Bu düstur nədir? A, tutaq ki, sadə vurğulara ayrılır. A bərabərdir A üstü M, vurulsun B üstü N, vurulsun C üstü K. Bu zaman hər hansı bir işarələyirik K hərfi ilə bərabər olur. Ədədin məxrəci vururuq 1 minus 1 böl A-ya, yəni burada sadə vurğumuza vururuq. Vurulsun 1 minus 1 böl B, vurulsun 1 minus 1 böl C düsturu ilə tapılır. İndi bunun izahda daha yaxşı başa düşəcəyik nə deməkdir. Tutaq ki, belə bir məsələ verilir bizə. Məxrəci 155 olan ixtisar olunmayan düzgün kəsirlərin sayını tapın. Biz dedik ki, düzgün kəsir olması üçün surət məxrəcdən kiçik olmalıdır. Deməli, biz burada surətin məxrəcdən kiçik olduğu hallara baxmalıyıq. İlk öncə bunu nəzərimizdə saxlamalıyıq. Kəsirin ixtisar olunmaması üçün surət və məxrəc qarşılıqlı sadə də olmalıdır. Bu nə deməkdir? Qarşılıqlı sadə də olmalıdır ki, həqiqətən də ixtisar olunmasın. Axı, digər hallarda ixtisar olunacaq. Məsələn, 6-da 12. Görürsünüz, qarşılıqlı sadə deyil, bu ixtisar olunacaq. Olacaq məsələn 1-də 2, yəni 2. Yəni bu belə halda ola bilməz. Ancaq nə olmalıdır? Kəsirin surət və məxrəci qarşılıqlı sadə olmalıdır. Ümumiyyətcə ixtisar olunmayan kəsir deyəndə biz surət və məxrəcin qarşılıqlı sadə olmasına mütləq fikir verməliyik. Şərtə əsasən yazırıq 155-də x. Çünki bizə deyir ki, məxrəci 155 olmalıdır. Ona görə məxrəcə 155 yazırıq. Surətə isə hər hansı bir x ədədi yazırıq. Çünki bilmirik hələ. Burada x ədədi 155-dən kiçik olmalıdır. Niyə? Çünki bizə deyir ki, düzgün kəsir lazımdır. Bizə bayaq dedik ki, düzgün kəsir surəti məxrəcindən kiçik olan kəsirdir. Və onunla qarşılıqlı sadə olmalıdır. X 155 ilə qarşılıqlı sadə olmalıdır. Bu niyə? Çünki ixtisar olunmayandan söhbət gedir ona görə. Bu şəkildə aydınlaşdırdıq. Nə etməliyik? Bunun üçün əvvəlcə 155-i sadə vurğularına ayırırıq. 155-i sadə vurğularına ayırsaq olacaq 5 vurulsun 31. Bayaqki düsturu artıq burada istifadə edirik. K bərabərdir 155. Görürsünüz, A-nın ədədin özü, yəni 155, ədədin özü 155-dir. Vurulsun 1 minus 5-də 1. Baxın, bunu 1 minus 5-də 1. Yəni bu sadə vurğu məxrəcdə yazıb 5-də 1 şəklində, ləbici tərsinə çevirib 1-dən çıxdıq. Yenə 31-i tərsinə çevirdik. 1-dən çıxdıq. Bu nədir? Düstur. Hansı düsturdur? İxtisar olunmayan düzgün kəsirlərin sayını tapmaq üçün olan düstur. Əzbər bilməliyik. Bərabərdir. Burada hesablayırıq. Məxrəci mötərizələrə ayrılıqda hesablasaq 1 minus 5-də 1 bizə verir 5-də 4. 1 minus 30-da 1 bizə verir 31-də 30. Bu da 155. Hesablayıb ixtisarlarımızı aparsaq cavabımız olacaq 120. Deməli, məxrəci 155 olan ixtisar olunmayan düzgün kəsirlərin sayı 120-dir. Birdən bizdən soruşsa ki, məxrəci 155 olan ixtisar olunan düzgün kəsirlərin sayı neçədir? O zaman biz
154-dən 120-ni çıxarıq. Deyə bilərsiniz, niyə? Çünki 155-dən kiçik ədədlər hansılardır? 154-ə kimidir də, düzdür? 154-ə kimi ədədlərin hamısı düzgün kəsirlərdir. Qalan 155-dən o tərəfə hamısı düzgün olmayan kəsir olacaq. Ona görə düzgünlərin, elə bir ki, düzgün kəsirlərdən söhbət getdiyi üçün 154-dən 120 çıxıb ixtisar olunanları tapırıq. Baxaq, görək, əsas qaydalarımıza nəzər yetirək. Sonra adi kəsirlərin müqayisəsindən söhbət gedir. Məxrəcləri eyni olan iki müsbət kəsirdən surəti böyük olan kəsir daha böyükdür. Nə deməkdir? Məsələn, məxrəc 20-dir, 20-də surət 11, burada məxrəc 20-də surət 17. Surəti hansı böyükdürsə o böyükdür. 17 11-dən böyük olduğu üçün avtomatik 20-də 17, 20-də 11-dən böyükdür və s. Bəs surətlər eyni olanda necə olacaq? Surətlər eyni olanda tərsinə olacaq. Yəni 8-də 15-dir tutaq ki və 4-də 8 kəsirləridir. O zaman surətlər eynidir, amma məxrəclər bir-birindən fərqlidir. Burada məxrəci kiçik olan böyük olur. Yəni surətlər eyni olarsa, məxrəci kiçik olan kəsir böyük olur. Məxrəclər eyni olarsa, surəti böyük olan kəsir böyük olur. Müqayisə etmək üçün isə tutaq ki, kəsirlər bizə verilib. Məsələn, 35-də 12, 15-də 8 kəsirlərini müqayisə etmək verilib. Bunun üçün biz 35 ilə 15-in əkobunu tapırıq və eyni məxrəcə gətiririk. Çünki 35 ilə 15-in əkobunu tapmalıyıq ki, biz onun ən kiçik ortaq bölündüyü ədədi tapa bilək. 35 ilə 15-in əkobunu tapdıqdan sonra isə məxrəcləri bərabərləşdirib surəti böyük olanı böyük götürüb tapa bilərik cavabı. Bizdən nə soruşa bilər? Sonlu onluq kəsir. Baxaq görək, sonlu onluq kəsir nədir? Sonsuz dövrü olunub, saf dövrü onluq kəsir nədir? Bu qaydalarımıza nəzər yetirək. Əgər adi kəsirin məxrəcindəki ədəd 2 və ya 5-lərin qüvvətləri hasili olarsa, belə adi kəsirləri sonlu onluq kəsir şəklində yazmaq olar. Sonlu nə deməkdir? Yəni bitir. Davam etmir də, dayanır. Lor dildə desək, davam etmir, dayanır. 8-də 1 adi kəsirdir gördüyünüz kimi. 8-də 1-in məxrəci 3 dənə 2-nin hasilidir. 2, vur 2, vur 2. Surətdə 1-dir. Bizdən bunu onluq kəsirə çevirməyə tələb edir. Bildiyiniz kimi, onluq kəsir olması üçün məxrəc ya 10, ya 100, ya 1000, ya 10.000 və s. olmalıdır. Burada da bizdə 3 dənə, yəni 8 olduğu üçün məxrəc, 3 dənə 2-nin hasili olduğu üçün bu məxrəc 1000-ə gələcək. Deməli, məxrəci 125-ə vurub, surətdə 125-ə vururuq. 1-i 125-ə vuranda 125, 8-i 125-ə vuranda məxrəc olacaq 1000. Ona görə də cavabımız olur burada 0-dan 1000-də 125. Ya da belə deyə bilərik ki, məxrəzdəki 2-lərin sayı qədər 5-ə vururuq. Məsələn, 2, 1, 2, 3. 3 dənə 2-miz varsa, deməli 3 dənə 5-ə vuracaq. 5 vur, 5 vur, 5. Bu da həqiqətən edir 125. Bu yolla da tapa bilərsiniz. Hər iki sol düzdür. Məsələn, belə bir sualın izahına baxaq. Kəsirlərdən hansını sonlu onluq kəsir şəklində göstərmək olar? Sonlu onluq kəsir nədir? Məxrəci 2 və ya 5-lərin hasili şəklində olmalıdır. Başqa bir ədəd qətiyyən ola bilməz. 50-də 27 kəsirinə baxırıq. 50-də 27 kəsirinin məxrəci yalnız 5 və 2-lərdir. Çünki 25 vurulsun 2. Sadə vurğulara ayıraraq görə bilərsiniz. Sonra 32-də 25 kəsirinin məxrəci də yenə 32-dir. 2-nin hasili 2 üstü 5-dir. 5 dənə 2-nin bir-birinə vurulmasıdır. Sonra 80-də 41-də yenə eyni şəkildə 8 ilə onun hasilidir. Yenə də orada 2 və 5-lərin hasilidir. 48-də 35-də məxrəcdə 48-i biz sadə vurğularına ayırsaq bərabər olacaq 2 üstü 4 vurulsun 3. Gördüyünüz kimi məxrəcdə artıq 3 var. Biz axı demişik sonlu onluq kəsir olması üçün məxrəc ya 2 ya 5-lərin hasili şəklində olmalıdır. Burada əlavə olaraq 3 var. Ona görə 48-də 35-i biz sonlu onluq kəsir şəklində göstərə bilmərik. 125-də 72-də yenə məxrəc 3 dənə 5-in hasilidir. Sadəcə 5 var. 3, 7 belə ədədlər olmadığı üçün sonlu onluq kəsir şəklində göstərilə bilər. Deməli, cavab burada olacaq D variantı. Ümid edirəm ki, aydın oldu sizlərə. Sonra belə bir məsələnin həllinə baxaq.
məxrəci 120 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində yazmaq olar? İncə danışdıq ki, sonlu onluq kəsir demək, məxrəcin 2 və ya 5-lərin hasili şəklində olması deməkdir. 120-ni sadə vurğulara ayırırıq. İstəsəz kənarda da ayıra bilərik. 120-ni bu şəkildə də ayıra bilərsiniz. 120, 2, 62 və s. bu şəkildə ayırırsınız. Olacaq 2-nin kubu vurulsun 3, vurulsun 5. Yəni sadə vurğulara bu şəkildə ayrıldı. Sonlu onluq kəsirlərin sayını tapmaq üçün 2 və 5-in qüvvətləri hasilindən 1 çıxmaq lazımdır. Çünki biri niyə çıxırıq? Çünki bizə düzgün kəsirdən söhbət gedir. Ona görə biri çıxırıq. Yəni burada necə deyəcəyik? 2-nin kubu, burada 3-ə baxmırıq. Axı dedik, sonlu onluq kəsir şəklində sonlu onluq kəsir o deməkdir ki, məxrəci 2 və 5-lərin hasili olmalıdır. Ona görə 3-ə baxmırıq. Yalnız nəyə baxırıq? 2 üstü 3-ə və 5-ə baxırıq. Ona görə 2 üstü 3 vurulsun 5, 1 çıxırıq. Niyə çıxırıq? Çünki bizdən düzgün kəsir soruşduğu üçün. Bərabər neçə olacaq? 40 minus 1, o da eləyəcək 39. Bu tipli məsələlərdə xüsusilə bu üsuldan istifadə edirik. Yenə deyirəm, 1-in çıxılma səbəbi də önəmlidir. 1 çıxmasa 40 yazsa cavabımız səhv olacaq. Saf dövrü onluq kəsir nədir? Əgər onluq kəsirdə vergüldən sonra dövr hissə gələrsə, bu cür kəsirlər saf dövr onluq kəsirlərdir. Dövr hissə nə deməkdir? Tutaq ki, verib sənə 0,6 nöqtələr o deməkdir ki, yəni davam edir də, bitmir. Gördüyünüz kimi bu davam edir. Yəni sonlu deyil, sonsuz şəkildə davam edəcək. Amma nə olur? Dövr eləyir. Hansı rəqəm dövr eləyir burada? 6 rəqəmi dövr eləyir. Harada bitir bilmir. Çünki sonsuz şəkildədir. Bunu necə yazacağıq? 0,6 Bu saf dövrü onluq kəsirdir. Və ya məsələn burada 45 dövr eləyir gördüyünüz kimi. Burada 4 dövr eləyir deyə bilmərik. Çünki 45, sonra yenə 45 gəlib, sonra yenə 45 gəlib. Deməli necə göstəririk bunu? 0-dan dövrdə 45. Saf dövrü onluq kəsirləri adi kəsirə çevirmək istəyirik. Tutaq ki, verib bizə 1 tam dövrdə 4. Nə edirik? Tamı olduğu kimi yazıb gördüyünüz kimi. Mötərizənin içində neçə dənə ədəd varsa, həmin sayda 9 yazır. Mötərizənin içində bir dənə ədəd yoxdur. Deməli, bir dənə 9 yazır məxrəcə. 2 dənə ədəd olsaydı, 2 dənə 9 yazacaqdı. Surətə nə yazır? Mötərizənin özünü, 4. Bax, burada da yenə tam hissəni olduğu kimi saxlayıb, mötərizənin içində 2 dənə ədəd var. Məxrəcə 2 dənə 99 yazdı. Surətdə də yenə 35 olduğu kimi saxladı. Bu şəkildə çevriləcək. Qarışıq dövr onluq kəsirləri isə vergüllə dövr hissə arasında başqa ədədlər olur. Vergüllə, baxın məsələn burada yazaq, nə deməkdir, cümləni açaq. Vergüllə dövr arasında başqa bir ədəd varsa, bu qarışıq dövrü onluq kəsirdir. Qarışıq dövrü onluq kəsir gördüyünüz kimi, baxın burada 2 var, amma 3 sonra təkrarlanır. 3, amma 2 burada işi pozur da, düzdür. Deməli bu dövrü deyil. Axı 2 var orada, pozur işləri. Ona görə biz deyirik ki, bu şəkildə olan kəsirlər qarışıq dövrü onluq kəsirlər adlanır. Qarışıq dövrü onluq kəsirdə adi kəsirə çevirmək olur. Necə? Tutaq ki, sənə verib 1 tam 2 dövrdə 4 bərabərdir. Tam olduğu kimi qalır. Dedik ki, bayaqları mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazırıq. Bir dənə deyə bir dənə 9 yazdıq. Və mötərizənin qarşısında vergüllə dövr arasındakı ədədlərin sayı qədər 0 yazırıq. Vergüllə dövr arasındakı ədədlərin sayı neçə dənədir? Bir dənə. Yəni bir dənə 2 var da. Ona görə bir dənə 0 yazırıq. Surətdə nə olacaq? Surətdə vergüldən sonraki ədədi yazırıq 24. Bütöv şəkildə yazırıq. Minus çıxırıq vergüllə dövr arasındakı ədədi 2-ni. Və salam, cavab olur 1 tam 90-da 22. Sonra burada da yenə baxın, vergüldən sonraki ədəd vergüllə dövr arasındakı ədəd 36-dır deyə məxrəcdə 2 dənə 0-dır. Amma mötərizənin içindəki ədədlərin sayı 1-dir deyə bir dənə 9-dur. Saya baxırıq. Yəni burada ədədin hansı, məxrəci yazanda ədədin hansı olduğu önəmli deyil. Say önəmlidir bizə. 900 surətdə isə 367-ni bütöv şəkildə yazırıq. Minus vergüllə dövr arasındakı ədədi çıxırıq. Yəni vergüllə dövr arasındakı ədəd 36 olduğu üçün 36-nı çıxırıq. Bu şəkildə bütün saf qarışıq dövr onluq kəsirləri adi kəsirə çevirə bilərik. Burada da xüsusi olaraq qayda qeyd olunub.
Baxaq ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması məsələlərinə. Ədədin hissəsinin tapılması nə deməkdir? Ədədin hissəsini tapmaq üçün verilmiş ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Bu nə deməkdir? Tutaq ki, bizə verir ki, 42-nin üstə 2 hissəsi. Bu nədir? Ədədin hissəsinin tapılmasıdır. Bizə dedik ki, ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vururuq. 42-ni 3-də 2-yə vurdu. Burada da sonra ixtisarları eləyir. 3 ilə 42-ni ixtisar eləyir. Vurur 2-yə, cavabımız olur 28. Yəni, adi hesabdır burada. Natural ədədin adi kəsrə vurulması da adi hesab edib 28-i tapırıq. Sonra hissəsinə görə ədədi tapmaq üçün isə verilmiş ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Bu nə deməkdir? Tutaq ki, 5-də 2 hissəsi 20 olan ədəd. Baxın, diqqətlə fikir versəz, deyir ki, 5-də 2 hissəsi 20 olan ədəd. Burada deyir ki, 42-nin üstə 2 hissəsi. Yəni, burada ədədin hissəsidir. 42-nin üstə 2 hissəsi deyir axı. Burada deyir ki, 5-də 2 hissəsi 20 olan ədəd. Yəni, burada hissəsinə görə ədəd tapırıq. Hissəsinə görə ədəd tapmaq üçün ədədi, yəni 20-ni, burada ədəd 20-dir də, düzdür? Hissə göstərən ədədə, yəni 5-də 2-yə nə edirik? Bölürük. 20 bölünsün 5-də 2. Biz də bilirik ki, böləndə nə olur? Bölmə vurmaya çevrilir. 5-də 2 tərsinə çevrilir. Olur 2-də 5. Və salam 20 vurulsun 2-də 5 də bizə verir 50 cavabını. Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması bu qədər. Sonra qarşılıqlı tərs ədədlər. Qarşılıqlı tərs ədəd nədir? Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Nə deməkdir bu? Tutaq ki, sənə verib 5-də 2. Surət və məxrəcin yerini dəysək, onun tərsi alınacaq. 2-də 5. Bütün kəsirlərdə bu keçərlidir. Və hasili də həqiqətən 1 olur. Niyə? Vursam bərabərdir. 5 ilə 5 ixtisar gedir. 2 ilə 2 ixtisar gedir. Burada qalır 1. Burada da qalır 1. Burada da qalır 1. Burada da qalır 1. Bu da bizə nə verir? Cavab verir 1. Yəni ona görə deyir ki, burada hasili vahidə bərabər, yəni 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Tərif buradan çıxır. Həqiqətən də yoxlasaz alınacaq. İş və hovuz məsələləri nə diqqət yedirək? Burada əsas məsələlərdən biri iş və hovuz məsələlərdir. Şagirdlərin ən çox çətinlik çəkdiyi hissələrdən biridir. Diqqətlə qulaq asırıq. Məsələn, məsələləri üzərində izah edəcəm ki, daha aydın olsun. Çünki şablon qaydalar o qədər də yadda qalan olmur. Ona görə qayda olaraq deyil də, məsələ üzərindən qaydanı mən tətbiq edəcəm. Tutaq ki, bizə verilib ki, bir işi Akif 6 saata, Samir isə 5 saata yerinə yetirə bilir. Onlar birlikdə işləsələr, bu işi neçə saata yerinə yetirə bilərlər? Bu tip məsələlərin hər birində nəyə nəzər yetiririk? Bir işi Akif 6 saata yerinə yetirirsə, deməli, Akif 6-da 1 iş görmüş sayılır. Samir 5 saata yerinə yetirirsə, deməli, Samir 5-də 1 iş görmüş sayılır. Və bizdən onlar birlikdə dediyi üçün toplayırıq. 6-da 1 plus 5-də 1 bərabər edirik. Deyir, neçə saata yerinə yetirər? Ümumi saatı soruşur. Ona görə bərabər edirik x-də 1. Bu tip məsələlərin hər biri bu şəkildə işlənəcək. Buradan da yenə biz hesablayırıq. Adi ortaq məxrəcə gətiririk. 6-da 1 ilə 5-də 1-i 30-dur. Əkobu. 30-u bölür 6-ya 5. 30-u bölür 5 eləyir 6. Toplayır, sürət olur 11. Məxrəc olur 30. Buradan da tənasüb eləyir. 30x bərabər 11. Buradan da x-i tapsa, x bərabər 30 bölünsün 11 olacaq. Yəni, birlikdə işləsələr bu işi 11-də 30 saata yerinə yetirmiş olacaqlar. Hovuz məsələlərindən baxaq, bir nümunəsinə baxaq. Bir nasos hovuzu 6 saata doldurur, digəri isə 7 saata boşaldır. Bax, burada fikir verməliyik ki, doldurur hansıdır, boşaldır hansıdır. Hər iki nasosu eyni vaxtda işlədikdə boş hovuz neçə saata dolar. Bax, burada desəydi ki, bir nasos hovuzu 6 saata doldurur, nə yazacaqdıq? Bayaq dedik, 6-da 1 və desəydi ki, digəri də 7 saata doldurur, yazacaqdıq 7-də 1. İkisi də doldurur, ikisi də toplama olacaqdı. Amma burada bizə 7 saata boşaldır dediyi üçün biz plus 7-də 1 yox, nə yazacaq burada? Minus 7-də 1. Yəni, doldurur deyirsə müsbət 6-da 1, boşaldır deyirsə minus 7-də 1. Bərabər edirik nəyə? Bayaq dediyimiz kimi, eyni vaxtda işlədikdə dediyi üçün 1 bölünsün x yazırıq. Buradan da yenə bayaqçı kimi hesablayırıq, ortaq məxrəcə gətirib x-i tapsaq, cavab eləyəcək 42.
Belə, bu qədər. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.